Verilmiş nümunələrdə tək sözünün hansı nitq hissəsinə aid olduğunu göstərən düzgün ardıcıllığı müəyyən edin. 1. Açır piyalə tək, ağzını zambaq. Tək burada bitişik yazılıb. Kimi ilə də əvəz eləmək olur. Biz bilirik ki, bu qoşmadır. 2. Tək əllə düyün düyülməz. Necə əl? Tək sözü necə sualına cavab verir? Olur. Sifət əl isminə aiddir. 3. Çörəyini tək yeyən yükünü də özü qaldırar. Burada da tək necə sualına cavab verir, amma feilə aid olduğuna görə biz ona sifət yox, zərf deyəcəyik. 4. Mənə çətin gündə dayaq, tək sənsən, yalnız sənsən. Bu məhdudlaşdırıcı ədatdır. Bu olacaq ədat. Ardıcıllığımız olacaq qoşma, sifət, zərf, ədat. Belə bir variant B bəndi.